Salam əziz izləyicilər. Mən Ağdam qeydiyyatında olan Ağdərə rayon sakini, şəhid evladı, 2-ci qrup Əli, Bərdə rayonu 866 nömrəli qəsəbədə qalan Qurbanov Ülfət Əli Qismət oğlu, şəhid evladı. Ailə üzrü 5 nəfərdən ibarətdir. 3 evladım var. Deməli, mənim buradan müraciətim gənə Sosial Müdafiə Nazirliyinədir, Cənab Prezidentədir, BİSSA Prezidentədir, Milli Məclisədir və onlara müraciət edəcəm bu əziz gündə, bu bayram günündə. Deməli, mən gənə olduğu kimi gənə də müraciətlərimi eləyirəm. 4 aydır sosial müavinətim kəsilib. 2 aydır ki, mənim əlilliyimi 3-cü qrup eləyiblər, ondan atqaz eləmişəm, təzədən araşdırmada deyirlər. 2 ayda araşdırıb, hələ məni araşdırıb Sosial Müdafiə Naziri qutara bilmir. Araşdırma, bu boyda araşdırmada məni tapıb çıxarda bilmirlər. Deməli, mən həmişə dediyim kimi 2003-cü ildə mən hərbi zamanlar ağır asmatik olmuşam. 2011-dən xəstəxanalarda yata Prezidentə müraciət eləmişəm. BİSSA Prezidentə müraciət edəndən sonra mən 2-ci qrup alırdım 2011-dən. 2025-ə kimi mən 2-ci qrup əlillik almışam. Mənim axırıncı dəfə məni ömürlük etməliydilər. Götürün mənə 3-cü qrup 1 illik müddətli vermişdilər. Mən də ondan atqaz eləmişəm. Yenə də Sosial Müdafiə Nazirinə, Milli Məclisə, deməli, Azərbaycan Respublikasının Sosial Müdafiə Nazirliyinə, Əlillərin Bərpa Mərkəzinə, deməli, Ombudsmana, deməli, müraciət eləmişəm. Milli Məclisin sədri Sahibə xanıma, Baş nazir Əli Əsədova, deməli, Ağdərənin deputatı Anar Məmmədova və Sosial Müdafiə Naziri Anar Əliyevə. Bunlara indiyənə kimi müraciət etsəm də ki, mən ağır asmatikəm, mənə ömürlü pensiya verməliydiniz, müddətsiz olmalıydım, mənə 3-cü qrup kompüterim götürüb, 3-cü qrup əlili təyin eləmişlər, onu da müraciət şikayət edəndən sonra atqaz eləmişəm. Qarabağ Dost Mərkəzində 2 dəfə ayarı baxışda olmuşam, 3-cü dəfə sənəd istəyirlər, sənəd aparıb vermişəm. Bütün sənədlərim hamısı yerində də, yəni mənim hələ də müraciətlərim araşdırılır. Ölkə başçısı Azərbaycan xalqı 44 günə Qarabağ müharibəsini bitirdi, araşdırdılar, həll elədilər. Amma Sosial Müdafiə Nazirliyi 2 aydır mənim hələ əlilliyimi araşdırırlar. Bilmirəm nə ilə araşdırırlar. Bunlar istintaq orqanında işləyir, harada işləyir. Mən yenə də buradan müraciət etmək istəyirəm ki, ölkə başçısına, BİSSA Prezidentə və deməli, Sosial Müdafiə Nazirliyinə, Anar Əliyevə, Baş nazir Əli Əsədova demək istəyirəm ki, Ağdərənin deputatına, mən Cənab Prezidentə bildirmək istəyirəm ki, və Ağdamın başçısı Cənab Vaqif Həsənova, Bərdənin icra başçısı, Bərdədə yaşadığıma görə Vidadi İsayevə, bunların hamısının da xəbəri var ki, mənim həqiqətən də ailə durumum çox ağır vəziyyətdədir. 2 dənə universitetdə evladım oxuyur, onların yemək pulu, içmək pulu. Yəni, bugünkü gündə bayram günü mənim hal-hazırda bayram keçirmirəm. Çünki bu bizim üçün qara bayram edib ki, Anar Əliyev. Anar Əliyev şəhid ailələrin düşmanı, qazilərin düşmanı, Sosial Müdafiə Nazirliyi yox, adam öldürən nazirlikdir bu. Yəni, milləti qıran, millətin qanunu içən nazirlik, Sosial Müdafiə Naziri, onun da başında duran Anar Əliyevdir. Mən buradan gənə də bir təbrik eləmək istəyirəm ki, Anar Əliyevi ki, mən bunu bir bayram günü olduğuna görə bu əziz gündə onu yad eləmək istəyirəm. Sonra Ağdərənin deputatı Anar Məmmədovu yad eləmək istəyirəm ki, bu əziz gündə mənim heç bir qazanım qaynamır. Yəni, evimdə heç nəyim yoxdur, 20 qəpiyim də yoxdur. Bugünkü gündə bu devlətdə şəhid ailələrinə zulüm verən Sosial Müdafiə Naziri Anar Əliyevə də Ağdərənin deputatı Anar Məmmədov da heç bizim müraciətimə baxıb, ona bir söz demədi. Yəni, bunların hamısı Cənab Prezident özləri reklam eləmək üçün sosial şəbəkələrdə 100 hoqqadan çıxırlar, 100 oyundan çıxırlar. Mən bu günləri demək istəyirəm ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Naziri Anar Əliyevə, Allah səni bu bayram günündə bayramını qara gəlsin. Çünki sən mənim
bayramımı və əzizlərimin bayramını qara gətirmişəm. Mən də buradan səni belə təbrik eləmək istəyirəm, yad eləmək istəyirəm ki, Allah sənin balalarını da bizim gününə salsın. Heç sənin bayramın heç yaxşı olmasın. Mən sənin bayramın da qara gəlsin. Mən bunu arzu edirəm sənə. Sonra Ağdərənin deputatı Anar Məmmədov axşama kimi özünü deməli Ceyranboyda və əsas Tərtərdə özünü reklam edən Anar Məmmədov. Allah sənin də bayramını qara gəlsin. Mənim ailə üzvünün nətər bayramı qara gəlib də, mən də sizin ailə üzvünüzün bayramını deyirəm ki, qara gəlsin. Bugünkü gündə mən şəhidin nəvələrinə, şəhidin evladı bu gündə mən əgər zülüm çəkirəmsə, mənim pensiyamı hələ araşdırmadadır, araşdırma tutarmayıb, mənə zülüm verirsiniz. Və bugünkü gündə mən də bu bayram gündə, bu əziz gündə mən sizə demək istəyirəm ki, bayramınızı təbrik eləmək istəyirəm ki, Anar müəllim, Sosial Müdafiə Nazirinin naziri və Ağdərənin deputatı Anar Məmmədov. Mən hər bir ikinizə demək istəyirəm ki, imin ikinizə, Allah sizin bayramınızı qara gəlsin. Anar Məmmədov, mənim işlərimlə maraqlanmadığına görə, yalandan ölkə başçısını allatdığınıza görə ki, biz şəhid ailələrinə dəstək olduq, gelib evində, nə bilim, hər işi ilə maraqlandıq, amma bugünkü gündə mən bunu ölkə başçısına, bütün devlət orqanlarına sübut edirəm ki, bugünkü gündə mənim ailə üzvüm 5 nəfərdir, özüm də ağır asmatik əmədə, bağırsaq, qrija, 3 dəfə əməliyyat olmuşam qaçıqdan, yəni iş qabiliyyətim olmayan bir insan, tənəffüs çatışmazlığı olan bir insan, deməli, məzunum verirlər. Bu bayram günündə, bu əziz günündə şəhidin balasının evində qazan qaynamır və şəhidin balası nəvələri aclıq içində qıvrılır və şəhid evladına zülüm verir Sosial Müdafiə Naziri. Mən buradan demək istəyirəm ki, Anar Məmmədov, Ağdərənin deputatı, yəni təyin olunmuş deputatı, bugünkü gündə sənin vicdanın nətər yol verir ki, sən evində kabab yeyirsən, sən evində uşaqlarına ceyran əti verirsən, nə bilim, cüyür əti verirsən, amma bugünkü gündə şəhidin evladı verir, bax, bu da yeməli diyor ki, bunu mən yeyim, tutaq ki, bunu mən yedim, uşaqlarım nə yesin. Bax, mənim də yeniliyim, bax, bunlardır, bax, Anar Məmmədov, Ağdərə Ceyranboy Tərtərin deputatı, bax, gör, mənə sən də zülüm verirsən, mənim müraciətlərimə baxmırsan, yalandan özünü reklam edirsən, bir dənə popuqaya oxşar, bir popuqay kim adama cavab verən bir şeyin var sənin, köməkçin var demə. Sana deyirik, o ona deyir, o ona deyir, başlayıb bizdən oyun oynuyorsunuz hamınız. Nə səni köməkçin, nə sən, heç biriniz yaratmırsınız bizi. Yəni biz sevindik ki, Ağdərə bərpa oldu, sənin kimi deputat gəldi, biz cavan oğlandı, cavan kadrdı, bizə dəstək olacaq. Amma bunu görəcək, sən ora gəlməyəydin. Yəni təyin olunmuş deputatsınız siz. Ümumiyyətlə bu deputatların çoxu təyin olunmuş deputatdır, bunu da sübut edirik. Mən buradan ölkə başçısına bildirmək istəyirəm ki, bugünkü gündə heç bir icra hakimiyyəti, nə Bərdə, nə Ağdam, mənim bu boyda müraciətlərimə, bu boyda mənim fəryadıma heç kim mənə əhmiyyət vermədi. Bugünkü gündə mən bayram keçirməmişəm, mən həmişə sözün düzün deyirəm, bax yenə də deyirəm, mən Ağdamın da, Bərdənin də icra başçısını çox istəyirəm. Amma çox sevmək o demək deyil ki, bugünkü gündə çox zərif insanlar, məni tanıyan insanlar, mənim bu fəryadıma, bu çıxışlarıma, o gündə 4 aydır mən çıxış edirəm, heç biri mənə yəni belə dəstək olmur. Bugünkü gündə soruşma da var ki, mənim şəhidimin evladı və bizim şəhidimizin evladı bu sosial şəbəkələrdə zülüm çəkir, qışqırır, nə bilim, ağlayır, çığlayır və görəm onun nəyə var yeməyə. Bütün videolarımda da bunlar var. Yəni məndən icra hakimiyyətdən heç bir də maraqlanmadı. Yəni bunu mən çox istədiyim də olsa, hətta qardaşım da orada olsa mən onları yəni düz səhv deyirəm. Yəni heç Ağdam icra hakimiyyəti bu dəqiqə məndən maraqlanmadı. Ki yəni mənim onun müavini Xəqani müəllimin hər şeydən məlumatı var. Heç Xəqani müəllim də bugünkü gündə məndən maraqlanmadı. Ağdamın deməli başçısının həm birinci müavini də həm ikinci müavini, ikisini də əvəz edirəm. Yəni bunu demək istəyirəm ki, ölkə başçısına, baxın görün bizdə reallıq nədir? Bizdə reallıq budur. Şəhidin evladı zülüm çəkir. Ay Sosial Müdafiə Naziri, gələ üzümü tutub sənə deyirəm. Sənin evdə balaların kabab yeyir. Heç evdə də oturmursunuz, restoranlarda bu dəqiqə siz bayramlardasınız. Amma mən bugünkü gündə mən ancaq bununla yaşayıram. Bax bunlarla yaşayıram. Allah sizin bəlanızı versin. Ay Sosial Müdafiə Naziri, ay bizim Ağdərənin deputatı Anar Məmmədov, ay Sosial Müdafiə Naziri, Allah sən bəlanı versin. Sən niyə mənə zülüm verirsən? Mən bu dəqiqə danışıram, mənim bağırsaqlarım dartırır, sıxılır, bağırsağım da əməliyyat olmalıdır.
Mən beynimdə qriz yolu ola, mənim ağır asmatik yolu ola, mən herifini vurub indi çıxmışam evinə, sıxıb bir yer çıxıram evinə. O 2 ayda mənə qədər zülüm vermirsən, pensiyamda, hələ 4 ayda sosialımı dayandırırsan. Mən gündə 5 dənə herifini vurdururam. 5 dənə herifini vurdururam ki, görüm nəfəs alım, mənim müraciətlərimi davam edeyim. Allah sizin balalarınıza göstərsin. Bax, bütün bu iğnə, dava, dərmanın hamısını Allah sizi və sizin əzizlərinizə göstərsin. Bax, bu dava dərmanları, bu iğnələri, bax, bunları görürsünüz, Allah sizə də qismət eləsin. Allah sizin əzizlərinizə qismət eləsin. Nə qədər mən müraciət eləməliyəm. Bu əziz gündə demək istəyirəm ki, Cənab Prezident, hörmətli Mehriban xanım, Baş nazir Əli Əsədov, deməli, Azərbaycan Respublikasının Milli Məclis sədri Sahibə xanım, niyə deyən yoxdur ki, Anar Məmmədova ki, sənin şəhid aləm, sənin sakinin niyə sosial şəbəkələrdə Sabir ilə müraciətə niyə baxmırsan? Ay Sahibə xanım, siz orada nə oturmuşsunuz? Siz orada oturmuşsunuz, onların rəhbərisiniz. Bir ona sual ver, soruş gör, sən 4 aydır, sənin sakinin niyə müraciətləri, niyə onun müraciətlərinə maraqlamısan? Mən istəmirəm, o gəlsin, bana Makron vermişil versin. Makron vermişil edib özünü reklam eləmək istəmirəm. Mənim işlərimin dalına düşsün, o deputatdır, o nazirdir, bir-birindən danışsınlar, mənim işlərimi həll eləsinlər. Vallahi, billahi mən əl çəkməyəcəm. Mən Türkiyənin prezidentinə də, sonra deməli, hər yerə müraciət eləmişəm. Deməli, Türk səfirliyinə də müraciət elədim ki, məni buradan nazirin əlindən alın. Cənab Erdoğan, Tayyip Erdoğan'a müraciət edirəm ki, xahiş edirəm, bizim müraciətlərimiz prezidentə çatmır. Bugünkü gündə bizə zülüm verirlər. Mən havasızlıqdan zülüm çəkirəm. Burada uşağımın yemək içməyi yoxdur. Buradan dava dərmanımı ala bilmirəm. Mən gelib xəstəxanada yatmalıyım, yata bilmirəm. Yəni imkanlarım da onu vermir ki, mən gedəm. Hal-hazırda vəziyyətim pisdir. Uşaqlarım həqiqətən də pis vəziyyətdədir, aclıq içindədir. Və bu boyda insanlara zülüm edərlər, bu boyda şəhid ailələrinə zülüm edərlər. Axşama kimi bəzi məmurlarımız gedir, şəhid məzarlarında şəkil çəkdirir. Amma bugünkü də şəhidin evladı evində bir istəklər qara çayı, nə bir çayı yoxdur, bir qəndi yoxdur ki, bugünkü gündə şəhidin evladı uşaqlarını onu içirsin. Yəni biz çox bərbad bir gündəyik. Mən buradan üzümü tuturam bütün adiyyatı orqanlara, hər birinizə xahiş edirəm. Azərbaycan qanun daşıyanlar, bu vətənimizin yaxşı məmurlarından, vicdanı məmurlarından xahiş edirəm. Mənim bu video qarşınıza çıxarlarsa, Sosial Müdafiə Nazirliyinə və bizim deputata deyin ki, siz hara baxırsınız, siz niyə bu şəhidin evladına zülüm və zillət verirsiniz? Allah bunları deməli bu Sosial Müdafiə Nazirliyindən deputatımızı zülüm və zillət içində qoysun. Allah onlara nəhləti olsun. Mən onlara nə deyim bundan artıq? Onlara deməliyim ki, Allah sizə biraz da insaf versin ki, mən bugünkü gündə mənim qazanlarım boşdur. Mənim qazım üstündə heç nə yoxdur. Yemək yox, içmək yox. Mən bu bayram günündə, əziz günündə mən körpə uşağı necə mən ürəyini aça biləcəm? Allah sizin ürəyinizə, necə deyim, insaf versin. Allah sizin ürəyinizi dayandırsın. Siz də belə zülüm çəkəsiniz. Siz də o hökumətdən aldığınız pullar sizin o ikinizin də burnundan gəlsin. Sosial Müdafiə Nazirinə bizim deputatımızın. Mənim bu qədər çıxışlarım, hər gün mənim çıxışlarım davam edəcək. Cənab Prezident, məlumumuz olsuncu, şəffaflıq budur. Yalanla gelib şəkil çəkdirməklə deyil. Əsl şəffaflıq budur ki, sizə çəkib göstəririk. Siz özünüz də xahiş eləmişsiniz sosial şəbəkələrdə. Bütün ictimai fəallar, blogerlər, jurnalistlər hamısı mənə siqnal versin. Bu da mənim sizə olsun siqnalım. Yəni məlumatımız olsun. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.